Libido düşdükdə təmas azalır və yorğunluq artdıkca səbir də tükənməyə başlayır. Münasibət problemlərini yalnız psixoloqlarla həll etmək yanlışlıq olardı. Hormonal balans pozulanda münasibətlərdə təsirlənir. Bəzən münasibətdə 2 nəfər olduğunu görürük. Amma problemlər 3 tərəflidir. Üçüncü tərəf isə gözə görünmür, amma gözə görünməsə də təsiri böyükdür. Bu üçüncü tərəf isə orqanizmi idarə edən hormonlarımızdır. Enerji azaldıqda ünsiyyətimiz qısalır. Libido düşdükdə təmas azalır və yorğunluq artdıkca səbir də tükənməyə başlayır və tərəflər bu zaman bir-birini səbəb olaraq zənn edirlər. Halbuki səbəb beyində və ya hormonlardadır. Tiroid hormonlarının balansızlığı, uzun müddətli stress, ciddi vitamin defisiti, estrogen progesteron nisbətinin pozulması, bunlar emosional yaxınlığa da təsir edir. Onu pisləşdirir və bu sizdə sevginin bitməsi deyil, bioloji müdaxilədir. Ona görə münasibət problemlərini yalnız psixoloqlarla həll etmək yanlışlıq olardı. Yarımçıq qalacaqsınız. Bəzən doğru addım söhbətdən başqa həm də bir endokrin müayinədədir. Çünki bəzən münasibəti xilas edən şey qarşı tərəf deyil. Bunun səbəbini anlamaqdır. Bu videonu sona qədər izlədinizsə, bəyənməyi, daha çox insana paylaşaraq, yardımcı olaraq onların münasibətlərinin qorunmasına səbəb olacaqsınız. Özünüzdən müğayət olun, suallarınızı şərhlərdə yazmağı unutmayın. Sağ olun.